Biz türklərə Azəri deməklə nəyə çatmaq istəyirlər? Baxın, Birinci Dünya Savaşından sonra Ruslar bizim əleyhimizə tam doğru və düzgün bir fikir elədilər. Və bu fikrin də dalında həm İngilis durdu, həm Pəhləvi üçün mənfəətləri bir idi. Və bizim ürəyimizdən bir bıçaq vurdular ki, hələ də çıxarda bilməmişik. Acı bir həqiqətdir. Tarix boyu biz bunlara qan utdurub ot yoldurmuşuq və bunlar bizim Türk adında birləşməyimizdən qorxurdular. Ona görə də bizim kültürümüzdən, hüviyyətimizdən və kimligimizdən zərbə vurdular. Məsələn, İranda Pəhləvi öz manqurdumuz Kəsrəvinin əli ilə Zəban-ı Azəri adında kitab yazdırdı və bunun yayımlanmağında həm Rusiya və həm İngilis düzgün çalışdılar. İndi sən Azəri olanda nə olur, ya Türk olanda nə olur? Fərqi nədir? Sən Türk olanda Qacar olursan, Səfəvi olursan, Əşqaniyan olursan, Qəznəviyan olursan, İmperatori Ağqoyunlu olursan, Qaraqoyunlu olursan, Teymuriyan olursan, Xarəzmşahı olursan, sən Türk olanda Sumer olursan. Sən Türk olanda tarixə nöqtə qoyursan, tarix sənsiz mənasını itirir və gələcəcə əl uzada bilirsən. Amma sən Azəri olanda sənin keçmişin yox, kimlicin yox, lap belə israğa günün yox. Niyə gərək səndə özgüvənlik, yəni ki, etimad benəfs ola ki, gələcəcə də, yəni ayəndiyə də əl uzada biləsən. O qədər köksüz və rişəsiz olursan ki, lazım olanda peysərvə salmaq olur. Sağ qalın.